Bir cümlə kişiyə deyəsi olsaq, nə deməli? Kişiyə bu tövsiyə olunur ki, xanımınla mehriban davran, ona məhəbbət göstər. Bu bir cümlə. Bu kişiyə ən mühüm tövsiyə budur. Kişinin qadın müqabilində ən vacib vəzifəsi nədir? Kişinin qadına qarşı məhəbbət göstərib mehriban olması və bu çox çətin məsələdir. Asan məsələ deyil. Kişilər üçün çətindir. Vaxt olsa sübut eləyərik, yəni izah eləyərik bilməyənlər üçün ki, necə olur ki, çətindir. Kişilər buna əməl eləmir ki, 100 dənə bəla başlarına açılır, ailə dağılır, övlad tərbiyəsinə mənfi təsir qoyur. Bu bir dənə cümləyə əməl eləmədiyinə görə. Kişi qulağında sırğı eləsin ki, qadına qarşı məhəbbət göstərməlidir, zahirən və mərhəmətli davranmalıdır. Təkcə ürəkdə yox, məhəbbəti izhar eləməlidir, bildirməlidir, ifadə eləməlidir. Kişilərin ya qüruru yol vermir buna. Kişilərin qüruru yol vermir. Və yaxud da kişi anlamır ki, məhəbbəti ifadə eləmək lazımdır. Anlamır. Çünki baxır özünə, kişinin axı ehtiyacı yoxdur ona dəqiqədə desinlər, səni sevirəm. Kişinin buna ehtiyacı yoxdur. Özü ilə ölçür, deyir, axı, nədir dəqiqə başı deyim? Başa düşmür. Başa düşmür ki, sən beləsən, onun ehtiyacı var ona. Kişi özü ilə ölçür qadını, ona görə deyir ki, hər gün mənə desinlər, üzr istəyirəm bu sözlərə görə də, mövzu bu belə. Hər gün mənə məhəbbət ifadə eləsinlər, nəyə lazımdır axı bu? Başa düşmür ki, ona lazımdır. Qadınların ruhiyyəsi fərqlidir, fərqli ruhiyyədir. 100.000 manatlıq hədiyyə alasan ona, o öz yerində, o öz yerində. Amma bu bir cümlə ondan çox ləzzət eləyir, ona çox xoşdur, ona daha çox zövq verir. Qadın aram olur bu sözü eşidəndə. Hiss eləyəndə ki, onu sevirlər, aram olur. Həyat yoldaşı sevir. Və onu ifadə elədikcə onun ruhunda aramlıq yaranır. Bunlar hamısı elmi, psixoloji mövzulardır. Təkcə buna dini mövzu kimi yanaşmayın. Qadın hiss eləsin ki, kişinin ona qarşı məhəbbəti var və o məhəbbəti ifadə eləsin kişi. Aldığı şey hədiyyə alanda o məhəbbəti ifadə eləsin. Onun zövqünə uyğun bir şey alsın. Məsələn, desin, sən hansı, nə istəyirsən? Gedirlər bazara, dükana. Arvaddan qorxmaq deyil. Bizdə arvaddan qorxan deyil. Hər şeyin adını belə qoymayaq. Bu, qadına məhəbbət göstərməkdir.